Bu dəfə macəramız Qafqaz dağlarının qoynunda yerləşən qədim sənətkarlar məkanı olan Laçındır. Salam. Bakın Molik. Burada yol nişanında da qeyd olunub, bu ərazilərdən keçərkən ehtiyatlı olmağınız vacibdir. Təbii ki, Laç nəinki Azərbaycanın, bütün dünyanın turizm mərkəzidir. Biz də o macəraya yəqin ki, daxil olacaq. Tarixi küçələri, daş döşəmələri və qədim sənətkarlıq ənənəsi ilə tanınan bu məkan əsrlərdir öz ruhunu qoruyub saxlayır. Uzun yol və yorğunluğa baxmayaraq, belə yerlərə velosipedlə çatmağın özünə məxsus zövqü var. Çünki bu zaman yolu da, təbiəti də, macəranı da daha yaxından hiss edirsən. Salam, xoş gördük. Salam, xoş gəlmisiniz. Necəsiz? Salam. Xoş gəlmisiniz. Sağ olun, çox sağ olun. Necə gəldiniz yol, necə? Əla idi, gözəl mənzərəli yollarla gəldik, çıxdıq, çox rahat. Sağ olun. Əli müəllim, Laç icra nümayəndəsi və Maarif müəllim, Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı. Bizim bugünkü əsas planımız sizinlə həmsöhbət olacağım. Burada fərqli bir marşrutla təbiət yürüyüş eləyəcəm. O haqda sizdən ətraflı məlumatlar alacağam. Daha sonra isə buradan şəlalə adlanan bir yerə gedəcəyik. İstəyirəm həmin şəlaləyə də ad verək. Daha çox ora Niyal şəlaləsi də deyirlər. Elə biz də oranı Niyal şəlaləsi adlandıraq. Bundan sonra adı elə Niyal şəlaləsi qalsın. Əsas hissəsi yolun çay-içidir, daha sonra dağlıqdır. Əsas fikir verilən şey elə bir soyuq hava şəraitindən özünüzü gözləməkdir. Bir də yolda qar, buz, sürüşkənlik bunları gözləməkdir. Maraqlı olacaq. Ümidvaram ki, bəyənəcəyiniz bir marşrut var. Şəri ola bilər, heyvanlara Rast gələ bilər, ehtiyatınızı görün. Bu havalarda daha çox maraqlıdır. Bu havalarda sıx meşəliklərdə də artıq siz təhlükəni daha əvvəldən görə biləcəksiniz. Çünki ağaclar hələ yarpaq yoxdur və qarşı tərəfi, yəni gedəcəyiniz məsafəni başqa vaxt əgər 100 metr qabaqdan görə bilirsiniz, indi artıq 200-300 metr qabaqdan görə biləcəksiniz. Sizi qarşıda nə kimi bir maneə gözləyir. Əla, artıq demək olar mən ətraflı məlumatlar aldım. Düşünürəm ki, artıq yürüyüşə başlaya bilərəm. İnşallah. O zaman Sizə uğurlar. mənə uğurlar. Maksimum dərəcədə ehtiyatlı olaq və rastlaşa biləcəyiniz bir problem olarsa, istənilən vaxtı biz yaxın sizə ərazi qəsəbədə də, yəni buradan bir 5 km əlaqə saxlayın. Ümidvaram ehtiyac olmaz, amma nə olarsa da biz yanınızdayıq və bundan tam əmin olun və tam rahat şəkildə hərəkətiniz davam edir. Çox sağ olun. Yolun müəyyən bir hissəsi avtomobillə hərəkət etmək olur. Yolsuzluqdur, amma yolsuz avtomobillərlə hərəkət etmək olur. Mən sizə o icazə versəniz, yolun o hissəsini müəyyən maşınla davam eləyək. Ondan sonra daha sonra siz piyada yolunuza davam eləyərsiniz. Olar, o zaman başlayaq. Başlayaq. Çox sağ olun. Məhfəmi, çox sağ olun. Sağ olun. Oldu, Əli müəllim. Mən isə buradan çayın içinə əks istiqamətdə yoluma davam eləyəcəm və oradan gedib şəlaləyə çıxa bilərəm. Ümidvaram maraqlı olacaq. Bəli. Salamat. İnşallah gözləyirik biz sizi, yəni qəsəbədə gözləyirik. Oldu. İnşallah qayda maşın ümidvaram görüşək. Çox sağ olun. Sizə uğurlu macəralar. Sağ olun. Sağ olun. İndi isə macəram piyada davam eləyir.
bura qədər təxminən 1 kilometrə yaxın bir məsafəni qət eləmişik. Əsasən yol çayın içindən davam eləyir. Eyni zamanda alternativ bir yol da var, hansı ki onu artıq sel dağıdıb. Təxminən 5-6 il əvvəl balaca şəlaləyə bir yol da çəkilibmiş. Sadəcə sel həmin yolu dağıdıb. Artıq ora ancaq piyada getmək mümkündür. Biz də ara sıra yolumuzu çaydan kənara çıxartdıq. Çünki tək çayçı davam etməyinizə də ehtiyac yoxdur. Bəzən kənara çıxaraq quru yolla davam eləyə bilərsiniz. Amma çayı çalışın çox uzağına getməyəsiniz. Çayı davamlı olaraq müşahidə eləyəsiniz. Çünki həmin şəlaləyə gedən yol çayın içindən gedir əsas yol. Hələ ki o qədər də yoxuş yoxdur. Çox çətin də deyil bura qədər. Davam elətdikcə mən sizə yolun çətinliyi və yoldakı maneələr haqqında məlumat verəcəm. Artıq bəzi bitkilərin də yetişdiyinin şahidi oluruq. Dağ yamaclarında bu kimi yabanı otlar, yabanı bitkilər yetişməyə başlayır. Bu bitkinin adı isə danaqrandır. Əsasən xalq təbabətində istifadə olunur və yetişdiyi ərazilər dağ yamacları, çöllüklər bu kimi yerlərdə yetişir. Daha çox həzm sisteminin yaxşılaşdırılması üçün, mədə-bağırsaq fəaliyyətinin gücləndirilməsi üçün istifadə olunur. İmmuniteti yüksəldir, iltihab əleyhinə istifadə eləmək olur və bu kimi digər üstünlükləri var. Danaqran bitkisini əsasən qurudulmuş formada dəmlənir və ondan çay kimi istifadə edilir. Bəzən isə kompres kimi də istifadə olunur. Və adından da bəlli olduğu kimi güclü təsiri var. Bu bitkidən çox istifadə eləmək də zərərli ola bilər. Onun üçün də yaxşı olar ki, araşdırasınız, sizə uyğundur, yoxsa yox və yaxud da həkim məsləhəti ilə qəbul etməyiniz tövsiyə edilir. Orada da danaqran bitkisi var. Çox maraqlı yerlərdə yetişir. Demək olar burada hər daşın qırağında yol boyu bu bitkiləri müşahidə eləmək olar. Üzü yaya doğru bu ərazilər o qədər bitki örtüyü zəngindir ki, hər bir bitkiyə burada rast gəlmək olar. Kəkliyotu olsun, danaqran olsun, giləmərzə olsun, Niyaldağ silsiləsinin ətəyində, Niyaldağın özündə. Yəni bu bitkilərdən yetərincə tapmaq olar. Hal-hazırda bu keçdiyimiz ərazidən selin fəsadlarını görmək mümkündür. Keçən il yay aylarında çox güclü bir sel gəlmişdi. Bu yekə daşları, ağacları bu hala salan da həmin o sel olub. Həmin fəsadları görmək olur. Hətta orada görünən yekə daşlar belə o hissələrdən qopub aşağıya gəlib. Və yağışlı havalarda əgər bu əraziyə gəlmisinizsə, güclü yağış yağırsa və yaz ayında gəlmisinizsə, bir qədər ehtiyatlı və diqqətli olmalısınız. Çünki anidən sel gələ bilər. Yolda həmin şəlaləyə gedən marşrut da bu çayın içindən keçir. Əgər sel gəlsə, burada ciddi bir təhlükə yarana bilər. Ona görə də yazda və yağışlı havada, çox güclü yağışlı havalarda bura gəlməyinizi tövsiyə eləmirəm. Hər zaman hava şəraitini nəzarətdə saxlayın. Quşlar da səs eləyir. Mənim gəlişimi görüb digər quşlara məlumatlar ötürürlər deyəsən. Burada həmişə yaşıl bir ağacı var. Lahıcıda çox məşhurdur. Adı ardınc ağacıdır. Tikanlı
formada olan bir ağacdır. Daha çox üzərlik əvəzi istifadə edirlər. Evlərdə yandırılıb düstüsünü evdə gəzdirirlər. Çox gözəl ətri olur. Eyni zamanda negativ enerjini götürür. Xoş aura yaradır evdə. Bu kimi daha çox istifadə olunur. Eyni zamanda bu ağaclar deyirlər iki cür olur. Bəzilərinin üstündə qırmızı meyvəsi də olur ki, onu da yemək olar və xalq təbabətində daha çox istifadə olunur. Bir çox xeyirli faydaları var. Bu yolla geriyə qayıdıb Girdiman qalasına və Niyaldağa getmək olur. Amma bu yolla isə artıq biz hardasa bir 600 metr sonra balaca şəlaləyə çatacağıq. Adını qoyaq Aşağı Niyal şəlaləsi. Yuxarı Niyal şəlaləsinə qədər isə hardasa bir təxminən 3 kilometr bir məsafə var. Bax, bu əsil dağ kəkliyotusudur. Niyaldağ silsiləsinin yamacında yerləşən kəkliyotu. O qədər gözəl ətri var ki, artıq bu kəkliyotunun yetişməsindən yazın gəlişini də hiss eləmək olur. 1-2 aya daha yaxşı formada yetişəcək, bunlar çoxalacaq. Bütün bu hər daşın altında, hər qayalıqda demək olar ki, kəkliyotundan dolu olacaq. Buradan kimsə keçsə, həmin bu kəkliyotunun gözəl ətrini duya biləcək. Möhtəşəmdir. Bir acı götürəcəm özümə. Maraqlı bir fakt da var ki, deyirlər kəkliyotu daha çox kəklik quşunun olduğu yerlərdə yetişir. Belə bir maraqlı məlumat da var. Və əsasən kəkliyotunun aroması sinir sisteminin sakitləşdirilməsində xüsusi faydaları var. Daha çox həzm sisteminə, antibakteriyal, eyni zamanda immun sisteminin də gücləndirilməsində müsbət xeyirli faydaları var. Kəkliyotun istifadə qaydası daha çox yarpaqlar var, gülləri qurudulur və çay formasında dəmlənir. Digər formada isə ədviyyat kimi ət yeməklərində istifadə olunur. Bir qədər fasilə eləmək istəyirəm. Əslində təbiət yürüyüşləri zamanı hardasa bir 20 dəqiqədən bir və ya yarım saatdan bir 10 dəqiqə fasilə etmək lazımdır. Həm bədən temperaturunu, həm də yürüyüş vaxtını düzgün tənzimləmək üçün ara sıra fasilələr etmək vacibdir. Və digər məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Yürüyüş zamanı yaxşı olar ki, belə uzunboğaz ayaqqabılardan istifadə edəsiniz. Nəyə görə? Bu şəlaləyə gələrkən marşrutun böyük bir hissəsi, demək olar hələ hamısı çayın içindən keçir. Çayda da daşları var, böyük, balaca. Eyni zamanda qarlı havada gəlirsə, bu daha çox çətinlik yarada bilər. Daşların üzərində gəzərkən uzunboğaz ayaqqabı sizin ayağınızın burxulmasının qarşısını alır. Çünki sağa-sola hərəkətini bloklaşdırır və bu da burxulmaları, zədələnmələrin önünə keçir. Amma uzunboğaz olmayan belə bir ayaqqabı ilə gəlsəniz, adi idman ayaqqabı ilə gəlsəniz, təsəvvür eləyin,
adi bir daşın üzərində çıxarkən ayağınızın sağa, sola hərəkəti burxulmaya gətirib çıxara bilər. Təsəvvür eləyin, 3 kilometr təbiət yürüyüşü edirsiniz və belə bir halla rastlaşırsınız və sizin yanınızda ən azı 2 nəfər sağlam bir insan olmalıdır ki, bu ərazidən çıxarda bilsin. Əgər 2 nəfərlə gəlsəz, sizi bu ərazidən çıxartmağı daha çətin olacaq. Ona görə də yaxşı olar ki, düzgün geyim qaydasına əməl eləyəsiniz. Bu kimi problemdən heç kim sığortalanmayıb. Ani bir vəziyyətdə belə bir hadisəyə rastlaşa bilərsiniz. Ona görə də yaxşı olar ki, ehtiyatlı olasınız, geyim qaydasına düzgün əməl eləyəsiniz ki, bu kimi mənfi hallarla rastlaşmayasınız. Və beləliklə gəldik, çatdıq aşağı Niyao şəlaləsinə və yaxud digər adından Lahaz şəlaləsi də deyə bilərik. Şəlalə haqqında sizə məlumat vermək istəyirəm. Lahazdan bura təxminən 2 kilometrlik bir məsafə var. Bu yol çayın içindən keçir. Şəlalə Kişlər Ruçay çayın üzərində yerləşir. Tat dilinə tərcümədə elə Kişlər çayı anlamına gəlir. Təxmini hündürlüyü 10 metr olar. Çətinlik dərəcəsi asandır. Artıq yavaş-yavaş Lahaz macəramı yekunlaşdırıram. İndi isə velosipedimi götürüb növbəti macəralar axtarışına davam edəcəm. Təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq. Növbəti macəralarda görüşmək ümidi ilə.